Götürmüşük. Ay İndi başladım. oldu. Bu düsturumuz düştü rekordu, amma bundan əvvəlki 2 dənə sual düşmüyor. Sonra sualımız. Yoktu. Yok. Yoxdur. Həm 93'te cavab səhvliyi 90, var. 90 Hemen cavab 90. səhvliyi var. Bəli. Cavab nə çıxır? 132 alınır. Ağam 46. 46 deyiblər. Baxaq bir dənə. 4 vurulsun. Sebepler. Niyeyse düz koymuşum bilmem. A-nın Hadi. yerinə modulda dediyinə görə müsbət 30 yazacağım. 30. Üstə gəl. B-nin də yerinə 12 yazacağım. 2. 120 üstə gəl 32. Cavab deyir 152. Neyse sef. 120 üstə gəl 12 müəllim. 12. 12-yə mən niyə 32 yazsın? 132. 132. Amma 46 veriblər. Hə, olar da C variantı. Neden? Olur, kitab olar. Faydalar soruşasaydınız. Dərsi zahirliyim sonra soruşasan. Aa. Nə qədər yorulmamışsınız, dərsi zahirliyim sonra. Biraz yazdım ben bu adı kesirenin. İlk 10 salı. Əslində keçən keçmisiniz də, ona görə sizin üçün Geldi. daha rahat mövzu olacaq. Mən bir dənə ağ ekran paylaşım, bircə dəqiqə. Silək. Görsəniz uşaqlar. Yok. Yox, mən Evet. qaraldım. Güçlendi. Neyse yazılı ama okuyabilirim. Ağ lövhə görsənmədi. Yok. Xeyr. Değil. Hə, gəl. İndi görsen. Yazdığım da görsənir. Bəli. Demək, bugünkü dərsimiz olur kəsirlər. Biz keçən dəfə ilk dərsdə natı ədədləri keçdik, sonra tam ədədləri keçdik, yəni onun içində mənfiləri də qoşduq. İndi bugün isə kəs ədədləri keçəcəyik. Kəs ədəd nə deməkdir? Kəs ədəd ədədin o tam ədədlərin ortasında qalan ədədlərdir. Məsələn, biz ədəd oxu çəksək, bir. Təkrar bir zaman. Yox, mən burada izah üçün deyirəm. Bax, belə bir ədəd oxu çəksək, bura olsa 0 nöqtəsi, bura olsa 1 nöqtəsi, bura olsa 2 nöqtəsi, bu olsa 3 nöqtəsi və s. Mənfi ədədlərdə sola doğru -1, -2, -3 və gedir. Düzdürmü? Bəli. Bəs bu sırada bu 0 ilə 1-in ortasında nə var? 0.5. 0.1, 0.2, 0.3, 0.4. Ay, adi kəsrlə yazsaq, məsələn, bunu bölsək 5 yerə, 1, 2, 3, 4, 5. Bura nədir bu hissə? 10'da 2, 0.2. 5-dən 1. İşte biz. 5'te 1. Bura nədir bəs? 5'te 5-də 2-dir. Bəs bura nədir? 5'te 3-dür. Burası 5-də 4. Burası isə 5-də 5-dir. Yəni elə 1 demək. Tam ədəd. 5-də 5 elə 1 bütöv deməkdir də. Yəni 5 yerə bölmüşük, 15 ilə götürmüşük.
Sual var. Xeyr. Yaxşı, 1-dən sonra 2-yə qədər olanları yenə bölsək. 5'te 6, 5'te 7, 5'te Bura 8. 1 tam 5-də 1-dir. Bura 1 tam 5-də 2, 2-dir. 1 tam 5'te 3, 5, 1 1 tam tam 5'də 3, 1 tam 5'də Tam 4, 5'te 4. 1 tam 5'də 5. Elə 2 deməkdir 1 tam 5'də 5. Aydındır? 2-dən 3-ə gedəndə yenə də 2 tam 5'də 1, 2 tam 5'də 2, belə-belə getməli, düzdür? Devam edelim. Yaxşı, şimdi mənfiyə doğru gələk. 0 ilə mənfi 1-in arasını ayırsaq, 1, 2, 3, Mən burada 5'də 5'dən başlayacağıq. yox, mənfi 5'də 1, Elə. mənfi 5'də 2, mənfi 5'də 3, mənfi 5'də 4, mənfi 5'də 5, elə mənfi 1 deməkdir onsuz da. Sonra nə gələcək bəs? 1, 2, 3, 4, 5. Mənfi 1 tam 5'də 1. Mənfi 1 tam 5. 2, mənfi 1 tam 5'te 2, mənfi 1 tam 5'te 4, mənfi 1 tam 5'te 5. Ay, sağ ol. 5'də 4. Mənfi 1 tam 5'də 5 elə 2 deməkdir. Mənfi 2. Məntiqini tam başa düşdük, kəsədətdir. Bəli. Mahiyyəti nədən ibarətdir? Məsələn, mahiyyətini belə izah edək. 1 tam 5'də 2 nə deməkdir? Bir də yanında da 5'də Sən 5. bir portağalı bütöv yemisən, Yanında portakal portağal 5. deməyək, narıncı deyək. Bir portağalı bütöv yemisən, o biri Bir de narıncını 5'te. soymusan ki, ondan 5 dənə dilim çıxır. O 5 dilimdən də İkisini götürüp yemişsən. ikisini yemirsən. Deməli, sənin yediyin olacaq 1 tam 5'də 2. Yəni 1 tam yemirsən, bir dənə də 5'də 2 yemirsən. Başa düşdük mahiyyətini də. Aydındır. Bəli. Bu xəttin adı nədir? Kəsir xətti. Kəsr xətti. Onun aşağısının adı nədir? Məxrət. Hə, Yuxarıda sürət. evet. Yuxarı nədir? Sürət. Sürət yox. Surət. Surət. Una. Sürət başqa şeydir. Avtomobilin sürətidir. Yaxşı, bunun qabağına yazılan hissənin adı nədir? Əgər yazılırsa, Tam. 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 Yazılmırsa deməli orada nə var? Kes yok. Tam yoktu. 0 var. Sıfırda yoxdur. İstədiyin vaxt o özünə 0 yaza bilərsən. Məsələn, 5'də 1-i sən 0 tam 5'də 1 yazsan, Düz. heç bir problem yoxdur, düzdür yəni. Amma yəni o 0 yazmaya ehtiyac yoxdur da yazmırıq. Biz artıq əvvəldən keçə-keçə gəlmişik, ibtidai sinifdən belə bilmişik ki, bəzilərdə 0 var, amma yazmırıq. Bəzi şeylərdə 1 var, o 1 yazılmır. Bunu özümüz bildik ki, orada 1 var. Aydındırmı? Burada da yazılmayanda deməli onun qabağında 0 var deməkdir. Kəsirin quruluşu ilə bağlı sualımız var. Aydındır. Böyle. Kəsir xəttinin mənası nədir? Bölme. Bölmə deməkdir, bəli. 1 tam 5'də 2 elə o deməkdir ki, bir dənə tam var, bir də 2-ni 5'ə bölmüsən. Başa düşdük? Mhm. Kəsir xətti elə bölməyə uyğun olan bir şeydir. Yaxşı. Biz 1 tam 5'də 2-ni 1 tam 5'də 2 yazdıq ha. Biz birinci mandalini də 5 yerə bölsəydik. 5'te 5. 5'te 7. Bunun ama 5 diliminin 5'ini də yesəydik. Bu olurdu 5'də 1. 5'te 5. O bizde Bu da- 5'te 2. Bu da Bu da 7. 5'də 2. Düzdürmü? 5'də Aha, 5 bu- birindən bu- yemişik. 5'də 2 birindən yemişik. Yəni toplamda neçə dilim mandalina? 5'te 7. 5'te 7. 7, düzdürmü? Deməli bu nəyə bərabərdir? 5'də Beş. 7-yə bərabər. 1 tam 5'də 2 həm də nəyə bərabərdir? 5'te 7. 1 tam 5'te 2. 7'yə bərabərdir. Başa düşdük. Sual var. Amma indi bir məsələ var.
Əgər kəsrin surəti məxrəcindən böyükdürsə, o düzgün kəsirdir. Məsələn, 5-də 2 düzgün kəsirdir. Hı. 5-də 3 də düzgün kəsirdir. 5-də 4 də düzgün kəsirdi, 5-də Mənfi 5-də 2 də düzgün 5'te kəsirdir. 5'te 5 düzgün kəsir deyil. 5-də 4 də düzgün kəsirdir. Yəni surəti məxrəcindən kiçik olan bütün kəsirlər düzgün kəsirdir. 5'te 5 değil. Düzgün kəsir nə deməkdir? Yəni həqiqətən də nəyinsə hissələyib azın götürmək deməkdir. Məsələn, 5-də 2 burada o deməkdir ki, 5 dilimdən ikisini götür. İkisini. Yəni böldüyüm dilimlərin sayından daha az götürməliyəm ki, bu olsun düzgün kəsir. Amma kəsirin surəti məxrəcindən böyükdürsə və ya bərabərdirsə, Düzgün olmayan kəsir. düzgün olmayan kəsirdir. Bax 5-də 7 yazmışıq bura. Nədir? Düzgün. Düzgün olmayan kəsir. Burada 5-də 5 yazmışıq. düzgün olmuyor. Düzgün olmayan kəsirdir. Burada mənfi 5-də 5 yazmışıq. Düzgün olmayan. O da düzgün olmuyor. Düzgün olmayan kəsir biraz adı çaşdırıcıdır. Onu elə yazmaq səhv demək deyil. Sənə kimsə gəlib deyə bilməz səhv yazmamısan. Səhv yazmısan deyə bilməz. Sadəcə olaraq biraz məntiqdən qırağa çıxır deyə düzgün olmayan kəsir. Yəni 5-də 5 elə 1 deməkdir. Da deyir niyə 1 demirsən ki 5-də 5 deyirsən? Başa düşdünmü? 5-də 7 nə deməkdir? Sən bir almanı 5 yerə bölüb, 5 yerə bölüb, sonra onun 7-sini götürə bilərsən. Məntiqsiz görürsən, düzdürmü? 5-də 7 əslində nə deməkdir? 1 tam 5-də 2 deməkdir. Yəni o demək sən biri bütöv yemisən, o birindən də 2 dilim yemisən. Belə demək daha düzgün olar, düzdürmü? Bəli. Daha məntiqli olar. Ona görə bu kəsirlərə surəti məxrəcinə bərabər və yaxud böyük olan kəsirlərə düzgün olmayan kəsirlər deyəcəyik. Amma bunu yazmaq heç də düzgün deyil mənasına gəlmir. Biz bəzi misalları həll etmək üçün hökmən o kəsiri düzgün olmayan kəsirə çevirəcəyik. Aydındır? Bir də var qarışıq kəsirlər. Əgər kəsirin həm tamı, həm də kəsir hissəsi varsa, o qarışıq. Kəsirin həm burası var, həm də bu hissəsi varsa, o qarışıq kəsirlər. Deməli, qarışıq kəsirləri istənilən vaxt düzgün olmayan kəsirə çevirmək olar. Düzgün olmayan kəsirlərdə qarışıq kəsirlərə çevirmək olar. Məsələn, 1/5-də 2-ni biz 5-də 7-yə çevirmişdik. Qarışıq kəsiri düzgün olmayan kəsirə çevirmişdik. İstəsək, düzgün olmayan kəsiri 5-də 7-ni də 1/5-də 2 kimi yaza bilərik. Yəni, düzgün olmayan kəsiri də qarışıq kəsirə çevirə bilərik. Düzdür? Necə çevirəcəyik? İndi gələk qaydasına. Tutaq ki, 7/12-də 3 kəsirini necə çevirə bilərik düzgün olmayan kəsiri? 12 müəllim 12 7-yə vururuq. 12'yi 7'ye vurup üstüne 3 gelir. 84 üstünə 3 gəlir. Siz nə dediniz? 7-də 12-ni demədiniz qarışıq. 7/12-də 3-ü Ha, çevirmədik. Deməli, mən deyim Zeynəb, sonra sizdən soruşacağam. 7-ni vururuq 12-yə. Üstünə gəlirik buradakına. 7-ni 12-yə vuranda 84, üstə 3 gələndə 87. 12 ilə 12 olaraq qalır. Kəsin məxrəci dəyişmir. Başa düşdük? Bəs əksinə. Tutaq ki, 13-də 72 kəsirini qarışıq kəsirə çevirmək lazımdır. 72-ni böləcəm 13-ə. Neçə dəfə tam hissəsi düşəcək? 72-ci neçədə 13 yerlər. 4 dəfə. Məxrəc yenə dəyişməyəcək, 13 olaraq qalacaq. Yaxşı, 4-ü 13-ə vuranda neçə eləyir? 52. 52 52 müəllim. çıxanda 20 qaldı. Nəsə burada səhvlik oldu. Axı yenə də düzgün olmayan kəsir oldu. 20 13-dən kiçik olmadı.
Demək ki, 4 4 dəfə dəfə deyil. düşmürmüş. 5 dəfə. 5 dəfə 5. düşmür. 5 tam. Məxrəc dəyişmir, 13 olaraq qalır. 5-i 13-ə vuranda neçə eləyir? 5'i 65, 65. 65, 72'den de 65 çıxanda 7. 7. 5 tam 13-də 7 imiş deməli. Onda belə çıxır ki, elə kəsrin surəti həm də nə deməkdir? Tam Onun kəsin sürəti nə demək? Qalığı. Bunun qalığı deməkdir elə. Əgər kəsrə bölmə kimi baxsam, surətə də qalıq kimi baxacam. Bəs məxrəci nədir? bölünəni, böləni. Böləni. Bölən. Bəs tam hissəsi nədir? Qismət. Bölünəni. 5. Natamam, Tamam. Tamam qismət. natamam qisməti deməkdir. Aydındır? Zeynəb sualın var? Yox. Əli sualın var? Zeynep. Rübabə, Yoxdur. Əsma. Yoxdur. Tamam, bunu da başa düşdük. İndi Son şeyləri. kəsirlərin surət və məxrəcini istənilən ədədə vura bilərik, istənilən ədədə bölə bilərik. Yəni, tutaq ki, Kəsinə səslə. 3-də 1 kəsirəm. 2-yə vuruq. Həm surətini, həm məxrəcini 2-yə vursam neçə eləyər? Altda 2. 6-da 2. Bəzən bunu da 3-ə vursaq. 18. 18-də 6. 18-də 6 və s. İstədiyimiz rəqəmə vura bilərik. Toplaya bilmərik, istədiyimiz rəqəmdən. Nə də çıxa bilmərik. Amma istədiyimiz rəqəmə vura bilərik, istədiyimiz Bölə rəqəmə bölə bilərik. İndi başqa bir kəsir yazsam. Məsələn, 15-də 3. Mən bunu Üç. nəyə bölə bilərəm? 3-ə. Hər tərəfini 3-ə bölsün. Burada 5-də 5 qalar, burada 1 qalar. Demək, kəsir nə olar? 5-də 1 olar. Bax, bu bölmə əməliyyatının başqa adı ixtisardır. İxtisar. Vurmanın xüsusi bir adı yoxdur. Heç vurmanı adətən biz çox vaxt eləmirik də. Vurma bir dənə ortaq məxrəcə gətiriləndə olur. Amma bölməni çox edəcəyik. Misallarda ən çox istifadə olunan bölmədir. Çünki sadələşdirməyə çalışırıq, misalda həmişə biz. Və ona görə ona xüsusi ad da qoyublar. İxtisar. Aydındır? Yəni, daha kəsəsindən, daha kiçik rəqəmlərə çevirmək. Ədədləri istədiyimiz kimi bölüb ixtisar edə bilərik. Aydındır? Yaxşı. Bir dənə də kəsir deyim, ixtisar edək. Tutaq ki, 18-ə 6-nın. 3'də 1. Bunu bir dəfə 2-yə ixtisar edəyim. Elə 2-yə ixtisar etsəm nə qalacaq? 9'da 3. 9-da 3. 9-a 3. Bunu yenə ixtisar edə bilərik. Bəli. Bəli 3'ə. 3-ə ixtisar etsəm nə qalacaq? 3'də 1. 3-də 1. 3-də 1. Bunu yenə ixtisar edə bilərik. Xeyr. 1. Kəsir ixtisar olunmayanda adlanır sadə kəsir. Kəs. Əgər artıq ixtisarı mümkün deyilsə, ixtisar olunacaq yerə qədər gəlib çatıbsa, deməli artıq bu sadə kəsirdir. İxtisarən mümkün deyil. Başa düşdük burada. Bəli. Sualımız yoxdur şu. Xeyr. İndi gələk kəsirlərin müqayisəsinə. Deyim. Kəsirlər Deyim. 5-də 2 böyükdür, yoxsa 5-də 3 böyükdür? Zeynəb desin. Mən 5. Zeynəb desin. Mən 5-də 3 böyüdü. Bir də qaydanı deyim. De. Məxrəcləri bərabər olub sürəti böyük olan kəsir böyükdür. Sürətləri bərabər olub məxrəci kiçik olan kəsir Ona böyükdür. tələsməyək hələ. İkinci qayda etməyək. Deməli, məxrəcləri eyni olan kəsirlərdən surəti böyük olan böyükdür, kiçik olan kiçikdir. Bunun hər ikisinin məxrəci 5-dirsə, surəti 3 olan böyükdür, surəti 2 olan da kiçikdir. Bəs birdən bunun qabağında mənfi olsaydı,
5'te 2. 5'də 2 böyük olacaq. 5'də 2 olacaq. 2. Bəli, Mənfi avtomatik olaraq 10 müsbət ədəd, mənfi ədəddən nə olur? Böyük. böyük. Böyük olur. Bunu yəni heç fikirləşməyə belə dəyməz. Mümkün deyil ki, mənfi müsbətdən böyük olsun. Müsbət ədəd, mənfi ədəddən həmişə nədir? Böyük. Böyük. Yaxşı, birdən ikisinin də qabağında mənfi olsaydı. Ondan normal qayda ilə 5'te 3. 5'də 3 böyük olacaq. Hə, onda nə edəcəkdik? Yox, 5'də 2 ilə. Gəlin belə eləyək. Bu mənfini keçirdək bu 3-ün qabağına. Buradan silək. Bu mənfini də keçirdək bu 2-nin qabağına. Məxrəcləri ikisi də 5-dir. Bəli. Mənfi 3 böyükdür, yoxsa mənfi 2 böyükdür? Mənfi 2. Mənfi 2 böyükdür. Üstəlik qaydamız da nə idi? Məxrəci eyni olan kəsrlərdən surəti böyük olan böyükdür. Deməli, bu yenə mənfi 5'də 2 daha böyükdür. Aydındır? Siz oradakı mənfini o normal qaydadakı sürətə vurma ilə götürdünüz. Bəli, bəli. Qabağındakını qaldırdım, yuxarıya qoydum. Yaxşı, bir dənə soruşacağım, baxacağım Əsma, bir dəqiqə görsən. Bayaq ədəd oxu çəkmişdik. Bəli. Fikir verdiniz orada 0, sonra mənfi 5'də 1, mənfi 5'də 2, sonra mənfi 5'də 3 yazmışdıq, düzdürmü? Bəli. Qayda nədir? Ədəd oxunda sağdakı ədəd həmişə soldakı ədəddən Böyük. böyük. Buradan da görürük ki, mənfi 5'də 2 daha böyük ədəd imiş. Buyur Əsma indi. İndi biz burada mənfi 5'də 2 mənfi 5'də 2 ilə müsbət 5'də mənfi 3'ü şey eləsən nə olar? Necə? Müsbət həmişə böyükdür. Yox, bir dəqiqə. Mənfi 5'də 2, Aha. 5'də mənfi 3. Eyni şeydir. O mənfini istəyirsən gətir bura yaz. İstəyirsən bura yaz, fərqi yoxdur ki. Yenə də mənfi 5'də 2 böyük. Məsələn, belə bir şey ola bilər. Mənfi 5'dən mənfi 3. Mənfi 5'də mənfi 3. Bəli, olur. Avtomatik olaraq bu 2 mənfi 1, 2 mənfi nəyə çevrilir? Mənfini mənfiyə böləndə. Müsbətə. Müsbət avtomatik olaraq mənfinin ikisindən də yoxmuş kimi nəzərə alacaqsan. Və ona 5'də 3 kəsir. Müsbət 5'də 3 kəsir kimi baxacaq. Müsbət olduğuna görə böyük olacaq. Esma, sən başa düşdün nə demək istədim mən? Şu anda. Yəni istəyirsən belə yaz. Bax, silin bunu. Belə demək istəyirsən də sən. Eyni şey yenə mənfi 5'də 2 böyükdür. Yəni bu mənfini istədiyin vaxt bura çıxarda və yaxud qabağı təzədən qabağa qaytara bilərsən. 5'in qabağında dursun istəyirdim. 5'in qabağında dursun. Məxrəcdə, hə. Burada dursun istəyirsən, hə? Belə olsun. Aha. Yenə avtomatik olaraq mənim məqsədim nədir? Məxrəcləri eyniləşdirmək, düzdürmü? Məxrəcləri eyniləşdirmək üçün mən bu mənfini buradan silirəm. Yazıram bura. Yenə böyük. Çünki mən məxrəcim eyni olmasa müqayisə edə bilmərəm. Məxrəcləri eyni eləməliyəm ki, müqayisə edeyim. Və mənfini də aşağıdan yuxarı, yuxarıdan aşağı keçirməkdə heç bir sıxıntı yoxdur. Bilsən niyə sıxıntı yoxdur? Bax, onu mənfi 5'ə bölsən neçə eləyər? Eləyəcək mənfi 2. Mənfi 2. Yaxşı. O mənfini gətirirəm onun qabağına. Mənfi 10'u 5'ə bölsən nə eləyər? Yenə mənfi 2. Yenə mənfi 2. Bu kəsr elə bölmə olduğu üçün sən o mənfini istəyirsən aşağıdan yuxarı, yuxarıdan aşağı apar, problem yoxdur. Aydındır? Başqa yenə sual olan var, kiməsə qaranlıq qalmadı. Deyirəm. İndi bir də surəti eyni olan kəsrlər var. Məsələn, biri 5'də 2 olsun, Deyim onlar. biri də 7'də 2 olsun. De Esma. Sürətləri eyni olan kəsrlərdə sürəti kiçik olan böyükdür. Sürəti yox, məxrəci. Mən deyim. Kiçik olan böyükdür. Aha. Sürətləri eyni olan kəsrlərdən məxrəci kiçik olan böyükdür, məxrəci böyük olan kiçik. Deməli, burada ikisinin də sürəti 2-dirsə, 5'də 2 daha böyükdür. Yəni, belə deyək,
Almanı 5 yerə bölüb 2 dilim götürsəz sizə çox düşər, yoxsa 7 yerə bölüb 2 dilim götürsəz sizə çox düşər? 5 5 yerə. yerə yerə bölüb Çünki onda 2. dilimlər daha enli olacaq deyə. Sənə düşəndə də yenə 2 dilim olacaq, amma dilimin enli olacaq. 7 yerə böləndə daha ensiz olacaq. Düzdürmü? Yaxşı, yenə indi işin içinə mənfi ataq. Bu mənfi olsa. Hansı böyük olacaq? 7-də 2 müəllim, çünki müsbət ədəd mənfidən böyük olur. Ay, sağ ol. Avtomatik olaraq 7-də 2 böyükdür. Müsbət ədəd həmişə nədir? Mənfidən böyük olur. Mənfidən böyükdür. Başa düşdükmü bunu? Bəli. Belə. Sonra nəyə deyəcəyik? Müqayisəsini dedik. Hə, qarışıq kəsirlərin müqayisəsi, bir də sürət məxrəci bərabər olmayan kəsirlərin müqayisəsinə gələk. Tutaq ki, 1, 12-də 7 var. Bir də 17-də 9. Müəllim, Bəli. 50 desin. mən belə qarışıq kəsirlərin müqayisəsini deyirsiniz müəllim. Bəli. Müqayisələrində məxrəclərini eyni eləyirik. İxtisar olursa, ixtisara aparıb eləyirik. Olunmursa, ondan böyük ədəd seçirik. Məsələn, 12-nə 18-i 36 eləyirik məxrəcləri eyni. Daha dəqiq desək. Əkob. Və məxrəclərin əkoblarını. Zeynəb desin görün. Müəllim, məxrəci və sürəti bərabər olmayanlar deyirsiniz. Bəli. Məxrəci və sürəti bərabər olmayan kəsirlərdə ya məxrəcin ya da sürətin bərabərləşdiririk, sonra da mənim qaydaya əsasən müqayisə edirik. Necə bərabərləşdiririk bəs, Əsma? Əkobu tapa bilərik. Əkob tapmaqla bərabərləşdiririk. 12 ilə 18-in əkobu nədir? 36. 36. Deməli, bunun da məxrəci Ay, 36 eləməliyik. Bunun da məxrəci 36. Yaxşı. 36 eləmək üçün 12-ni mən nəyə vurmalıyam? 3-ə. 3-ə. Deməli, avtomatik 7-ni də 3-ə vurmalıyam. 21. Çünki bayaq nə demişdik? Kəsrin sürət məxrəcini eyni ədədə vura bilərik. Amma fərqli ədədlərə vura bilmərik. Onda qiyməti dəyişəcək. 7-ni 3-ə vuranda eləyəcək 21. 36-nı 18-ə böləndə neçə dəfə düşür? 2 dəfə. Deməli 11-i də 2-yə 11-i 2 olur, 22. İndi biri 36-da 21, biri 36-da 22. Hansı böyükdür? 22. 36'da 22. Daha böyük. Ulaşım var idi. Onu çarpaz vururdu. Deyim onu mən. Eləyirdi, düz tapırdı. Amma Tamam. məsələn müəllimimiz deyirdi o yol həmişə düz olmur. O hansı nətə yoldur? Çarpaz. Hə, çarpaz. Çarpaz vurmalıyım. De Məsələn görüm 12 Zeynəb. 11 vurdu. Zeynəb de görüm. Müəllim, birinci kəsrin məxrəcini ikinci kəsrin sürətinə vurub ikinci kəsrin üstünə yazırıq. İkinci kəsrin məxrəcini birinci kəsrin sürətinə vurub birinci kəsrin üstünə yazırıq. Sonra onları müqayisə edirik. Mənim hansı böyükdürsə o tərəfə böyüdür. O düz gəlməyə də bilər. Hə. Bilməm, onu bizə elə deyiblər. Olmaya da bilər. Yox, o düz Amma gəlməyə. əsasən bu yolla edirik. Yox, O yox. yoldan heç başa düşmürəm də. Gəl belə deyək də bax. Biri olsun 99-a 12. 99-a 12. Biri olsun 2-də yox, 2-də yeməyək. 10-da 1. İndi burada 99 Onda bir böyüdür də. 12-ni 10-a vursaq 120 eləyər, düzdürmü? Bəli. 99-u 1-ə vursaq 99. Hə. Onda 120 99-dan böyük olar. Bəli. Yəni onda bu kəsir böyükdür. Gəl indi normal qayda ilə eləyək. Bunlara ortaq məxrəc elə 990-dır. İkisinin hasılıdır. Bu eləyir 120. O eləyir 9. Eləyir
Deməli, bunu ona vurmalıydıq da, hə? Yox, hə. Hə, Hə, yox. yox, düz, həmişə düz Yox. gələcək. Həmişə düz gələcək. Məktəb. Həmişə düz gələcək. Bilirsən niyə həmişə düz gələcək deyim indi. Həmişə düz gələcək. Çünki sən bunu buna vurmaqla elə bir ki, avtomatik olaraq əkobu yox, məxrac olaraq bu ikisinin hasilini götürürsən. İkisinə də hasilini götürəndə avtomatik bu ədədi burada qalana vurmalısan. Bunu da burada qalana vurmalısan. Ona görə həmişə düz gələcək. Düzgündür. Demək olar. Həmişə də düzgündür. Sonra bir də qarışıq kəsrlərin Bunlarda bir də ixtisar eləməklə də eləmək olar da. ixtisar gedirsə, hə. Eləmək Əsas olar. o ortaq məxrəcə gəlsin. Ortaq məxrəc ixtisarla da ola bilər. Nəyəsə vurmalı. Buyur Zeynəb, de. Mən qarışıq kəsrlər deyirəm, deyim. Hə, yox, tələsmə. O qarışıqdan da başqa şey deyəcəm. İndi bir dənə 15-də 13 olsun. Bir dənə də 19-da 17 olsun. Hər ikisinin arasındakı fərq neçədir? Sürət məxrəcinin arasındakı fərq 2. 2. Hə. Burada olan fərqdə, əgər hər ikisinin arasındakı fərq eynidirsə, rəqəmləri böyük olan daha böyükdür. Bir də əziyyət çəkib ortaq məxrəcə falan getməyə ehtiyac yoxdur. Yaxşı? Əgər hər ikisinin arasında 2 fərq varsa, avtomatik olaraq böyük olan böyükdür, kiçik olan da kiçikdir. Aydındır? Bəli. Amma düzgün olmayan kəsir olanda, yəni 13-də 15, biri də 17-də 19 olanda, əksinə kiçik olanlar böyükdür, böyük olanlar kiçikdir. Ortaq məxrəcə gətirib özünüz də yoxlaya bilərsiniz ki, həqiqətən dediyiniz kimi kiçik olan böyük olur, böyük olan kiçik olur. Yəni, düzgün kəsirlərdə böyük böyükdür, kiçik kiçikdir. Amma aradakı fərq eyni olmalı da sürət məxrəcinin arasında. Kiçik olanlarda isə, düzgün olmayan kəsirlərdə isə kiçik olan böyükdür, böyük olan kiçikdir. Aydındır? Bəli. Esma hara getdim? Kompütersən. Sonra bir də var qarışıq kəsirlər. Məsələn, 6 tam 5-də 2, bir də 8 tam 5-də 2. Müqayisəsi. Hı-hı. Həm deyim. Rübabə deyirsən. Mənim tamı böyük olan böyükdür. Bəli, tamına baxacaqsan. Bu 6-dır, bu 8-dir. Fikirləşmədən Mən biləcək ki, bu böyükdür. Amma bunun 6 tam 5-də 2, bu da 6 tam 5-də 3 olsa, onda altdan 5-də kəsirə baxırıq. əgər bunun hər ikisində tam hissə bərabərdirsə, Tam isə bərabərsə kəsir. Kəsiri də bayaq dediyimiz qaydada, əgər məxrəcləri eynidirsə, sürəti böyük olan böyük. Sürəti böyük. Sürətləri eynidirsə, Eynidirsə, məxrəci yox. böyükdür. Yox, hər ikisi fərqlidirsə, ortaq məxrəcə gətirməliyik. Tapmalıyıq ki, hansı böyükdürsə, onu da böyük olaraq götürmüş olacağıq. Bununla da bağlı sualımız yoxdur ki. Hə. Esma. Gəldi. Ay Esma, hara getdin? Kompütersəndə. Biz şeyi danışdıq bir dənə, düzgün olmayan kəsirləri. Bilirsən yoxsa izah edeyim? Bilirəm. Hə, tam hissəsinə baxırıq. Əgər tam hissəsi böyük olan böyükdür. Məsələn, burada 8 altdan böyük deyə böyükdür. Yox, tam hissələri bərabər olsa kəsir baxırıq. Orada da məxrəci böyükdürsə, sürəti böyük olanı götürürük. Sürəti böyük olsa, məxrəci kiçik olanı götürürük. Hər ikisi fərqli onda da ortaq məxrəcə gətirib tapmalıyıq. Tamam. Bunda aydın oldu mu? Sualımız yoxdur. Yorulmamısınız hala? Dəqiq. Yox, dəqiq deyil. Yaxşı.
İndi gələr kəsirlərin toplanması, kəsirlərin çıxılması, kəsirlərin Ya. vurulması, Allah. kəsirlərin bölünməsi. Nətər? Çox asandır. 5-ci sinif dərsi idi deyə da. Keçməsin nə olur? Heç keçən dəfəki dərs asan demirdiniz mənfi ədədlərə. Çox çətin idi. Mənfi ilə kəsirlər eyni şey deyil axı. Çətin deyildi. Sadəcə onu keçməmişsiniz. Məsələn, mənfi əvvəldən keçsəydi, kəsir keçməsəydi bu çətin olacaq. Ay sağ ol. Dərsliyin ikinci hissəsində deyə mənfi. Olsun da. Biz hələ 7-ci sinif dərsliyindən keçəcəyik. Siz hələ altdan danış, qorxursunuz. Buyur Zeynəb. İndiki 6 da asandır. Mənfi ədədlər çıxmaq şərti. Qaydanı deyəcəm. Hə, qaydanı demək istəyirəm. Bir izah edeyim, olsa qaydaları bilirəm ki, bilirsiniz. Yenə də qoy izah edeyim. Yadınıza salın. Deməli, məxrəcləri eyni olan kəsirləri toplamaq üçün tutaq ki, 7-də 2 ilə 7-də 6-ı toplamaq istəyiriksə, Məxrəcləri eyni qalır sürətlər. məxrəcləri onsuz da eyni. 1,7-də 1. Sürətlər top. Eyni saxlayırıq. Sürətlərini toplayırıq 8. 7-də 8. Bunu da düzgün olmayan kəsə çevirsək, 8-ni 7-də Düzgün olan nədir? bir dəfə 1 düşür. tam 7-də 1. Qalıqda 1 qalır. Məxrəc də heç vaxt dəyişmir. 1 tam 7-də 1. Amma fərqli olsa, tutaq ki, 7-də 2, 5-də 2 ilə 7-də 6 olsa. Bunları ortaq məxrəcə gətirməliyik. 5 ilə 7 ortaq məxrəc, əkop. Neçə düşür 5 ilə 7 əkop? 35. 35. 35-i 5-ə böləndə 7 dəfə düşür. 7-ni 2-yə vururuq 14. Üstə gəl. 35-i 6-ya bölürük. 7-yə bölürük 5 dəfə. 5-i 6-ya vururuq 30. Bu da edir 35-də 44. Bu da O da edir bərabər. 1 tam 44-də 35-ə bölən 1 düşür. 35-də 9. 9 da qalıq qalır. 1 tam 35-də 9. Sual yoxdur ki. Eyni. İndi qarışıq kəsirləri toplayalım. 3 tam 5-də 4 ilə 6 tam 8-də 1-i toplayırıq. Əvvəl tam hissələrini toplayırıq. Əsma Toplayırıq. 9 3-dən tam. 6-nı toplayırıq. 9 tam. O birlərdə ortaq Sonra məxrəcə. kəsir xətti çəkirik. 5 ilə 8-ə ortaq məxrəc 40. 40-ı 5-ə bölürük. 8. 8 8-i vuranda 4-ə vururuq. 32. 32. O bir 40-ı 8-ə bir- bölürük. 5 dəfə, 5-i beşə vururuq. 5. Bu da 9 tam 40-da 37. Var. 37. Yaxşı, gəl belə elə. Bu 1 eləmirəm. Bunu dəyişən Elə. eləyirəm. 3 olanda mən yenə Onda də 5-ə beşi üçə vuracaq, vuranda 15 olacaq. Bu Amma 15 müəllim, olacaq. 32 ilə 15 toplayanda deyim- bu da eləyəcək 47. 47. Amma burada bir də çevirəcək olacaq 10 tam 40-da 7. Bunu belə yazacağıq. 47-ni 40-a bölünsə və düşürdü. 1. 9 bir tam da dəfə bunun on. özündə var axı. Bəli, 10. Olacaq da 9 tam, 1 tam da gələndə 10 tam 40-da 7. 40-da 1. Yox, yox. Demək ki, uşaqlar, kəsrlə tam hissənin ortasında görsənməyən bir toplama işarəsi var. Bax, bu işarə toplamadır. Orada yazılmayan işarə toplama işarəsidir. Yaxşı. 10 tam üstə gəl, o biri 11-cinin də 40-da 7 hissəsi deməkdir. Aydındır? Orada vurma deyil. Çox vaxt yazılmayan yerlərdə vurma olur. Amma kəsirin tamı ilə kəsir hissəsi arasında olana toplama nədir? Bunu yadın. Orada gərək vurma olsun ki, biz onu bilək. Aha, vurma olsa ki, vurma başa düşər. Yoxsa biz onu toplama başa düşürük. Yaxşı. Yaxşı, gələk indi kəsirlərin çıxılmasına. Məxrəcləri eynidirsə, 7-də 6-dan 7-də 2 çıxmaq istəyiriksə, nə edəcəyik? Məxrəclər yenə qalır müəllim. Sürətlər bir. 6-dan 2 7-də çıxır. 4 vurur. Yaxşı. 7-də 6-dan bu dəfə çıxaq 5-də 2.
Yenə ortaq məxrəc. 7 ilə 5 ortaq məxrəc. 35. 35. 35-i 7-yə böləndə 5, 30 5 olur. dəfə 5, 5, 6, 36, 30. 30. Bunu 35-i 5-ə bağlayalım. böləndə 7 dəfə 7-ni 2-yə 7, vurduq 14. 14. 30-dan 14 çıxdıq. 35-də 16. Nəyəsə ixtisar gedirmi? Xeyr. Getmirsə elə də qalsın. Yox, getmir. Olacaq 35-dən 10. Bəs yaxşı. İndi Müəllim. 5-də 2-dən 7-də 6 çıxsaq. Neçə? 5-də 2-dən 7-də 6 çıxsaq. 7-də 6 çıxsaq, uca mənfi qalır. Məxrəci gətirir. Yenə ortaq məxrəc. Amma mənfi qalır. 35-də 14 çıxılsın 35-də 12. Aha, 35-i 5-ə bölün 7, 7, 2. 12 yox, o. Düz deyir, düz deyir. Ha, ha. 35-i 7-yə bölündə 5, 5-i 6-ya vuranda 30. 12 Deyir, deyir. mənfi 35-də 16. Eyni cavabı mənfi alınacaq da. Bəli. Bu da aydındır. Sual yoxdur ki. Yox. İndi gəlin qarışıq kəsirlər edək. Qarşı kəsrlərdə Deyim müəllim. 5 tam 7-də 6 çıxılsın. çıx 2 tam 3-də 1. Deyim. Əvvəl tamlarını çıxırıq. 5-dən 2 çıxanda Tam 3. Sonra məxrəclərinə gəlirik. Ortaq məxrəc 7 ilə 3-ə 21. 21-də 18. 21-i 7-yə böləndə 3, 3-ü 6-ya böləndə 18, çıx. 21-i 3-ə böləndə 7, 7-ni 1-ə böləndə 7. 7. O deyir, 3 21-də tam 21-də 21-dən 11. 1. Yoxdur sualımız. İndi gəlin başqa bir hesablama verək. 5 tam 5 tam 6-da 1-dən çıxaq. 3 tam 4-də 3. Deyim müəllim. 5-dən 3 çıxanda nə qalır? 5-dən 2. 2. 2. Ortaq məxrəc 24. 12. 6 ilə 12. 4-ə 12. 12-ni 6-ya böləndə 2, 2-ni 1-ə vuranda 2. 2. 12-ni 4-ə böləndə 3. 3, 3-ü 3-ə vuranda 9. 2-dən 9 çıxa biləcəkmi? Yox. Hə, çıxa bilirik mənfi. Yox, burada tam hissəsi varsa mənfi demirik ona. Tam hissəsi var. Tamdan götürürük. Neynəcək? Bu 2-nin 1-ni götürəcəyik. Burada qalacaq 1 1 tam. 12-də. O 1 tam artıq məxrəc 12-dir də. 12-də 12 deməkdir, düzdürmü? Bəli. 12-nin də gələcək bu 2-nin üstünə. Olacaq 14. 14 çıxılsın 9. 1 tam 12-də 5 olacaq. Aa, Aydındır? Bəli. Bəli. Sual yoxdur ki. Xeyr. İndi vurması və bölməsi. Vurma bölmə toplama çıxmadan daha rahatdır. İstəyir kəsirin məxrəci eyni olsun, istəyir fərqli olsun. Xeyr, heç bir fərqi Elə yox. vurub yazırıq. 12-də 5 vurulsun 15-də 6. Deyim mi? Əvvəlcə çalışın, ixtisar gedirsə, ixtisar edin. İxtisar edin. 5-i 15 ilə ixtisar Bir. edirsiniz. Bax, bir şey deyim, öz altındakı ilə də ixtisar eləyə bilərsiniz. Çarpaz o biri ilə də ixtisar edə bilərsiniz. Heç bir fərqi yoxdur. 5 ilə 15-i ixtisar eləyəndə burada 3 qalır, burada 1 qalır. 6 ilə 12-ni ixtisar eləyəndə burada 2 qalır, burada 1 qalır. Yuxarıda 1-i 1-ə vuranda 1, 6'da 1. aşağıda 2 3-ə vuranda 6 oldu, 6-da 1. İndi düzgün olmayan kəsir olsun. 3 tam 7-də 1 vur 2 tam 4-də 3. Hökmən vurma əməlində və bölmə əməlində düzgün olmayan kəsrə gəlməlidir. Gəlməsə vurma bölmə eləmək olmaz. Onda birincini yazacağıq. 7-də
Neçə? 7-də 22. 22. 7-də 22. 3-ü 7-yə vurur. 21. Üstə də 1 gəlirik. 22. Vur. İkincini O yazırıq. biri də 4-də 4, 4-də 11. 4'də 11. 11. 2-ni 4-ə vururuq. 8. Üstə 3 gəlirik. 11. İxtisar gedən varmı? 22 ilə 4-ü 2-yə ixtisar edərik. Verməm 2 ilə 4. Burada 2 qalar. 22 ilə Burada 11. 2-yə. Yuxarıda olar 11. 11'i 11'ə vuranda 121. Aşağıda 7'ni 2'yə Aşağıda da vuranda 14. 14. 121'i də 14'ə böləndə neçə tam düşür? 7 tam yox. 9 düşər. 8 9 düşür. Yoxsa 9 düşmür. Mən 9 düşmür, 9 8 düşmür. düşür. 126. 8. 8 tam. 8. 8'i 14'ə vuranda 112. 112. Qalır orada 9 qalır. 8 tam 14'də 9. Aydındır. Bəli. Sonra kəsirlərin bölünməsi. Elə bayaqki kəsir 12'də 5'i 12'də 5'i bölək 15'də 6'ya. Buyur Zeynəb, de. Kəsirləri bölmək üçün birinci kəsiri olduğu kimi saxlayıb ikinci kəsirin tərsinə birinci kəsiri vurur. Aysa. Deməli, kəsirləri böləndə birinci kəsir olduğu kimi qalır. 12'də 5. Ortaya vurma işarəsi düşür. İkinci kəsir tərsinə 6'da 5. 5, 15. 6'da 15 olur. İxtisar gedəcəkmi? 15 ilə 6 3-ə gedir. Burada Hə, 2 elədir. qalır, burada 5 qalır. Yuxarıda 5'i 5'ə vuranda 25. Aşağıda 24. 12'ni 2'yə vuranda 24. 24. Bu 24'də deyir 1 tam 24'də 1. 1 tam 1 tane 24. 24'də 1. sual yoxdur. Xeyr. İndi gələk bu biri kəsrə. 3 tam 7'də 1'i bölək 2 tam 4'də 3'ə. Yenə birinci düzgün olmayan kəsrə gətir. Kəsə çevirik. 7'də 22. 22. böl Böl. 4'də 11. İndi bunu tərsinə çevirik. Sonra Tərsinə çevirik. 2. Birinci qalır. 7 Vurma yazdı. yazdı. Tərsine çevir. İkinci Vurma yazılı, tərsinə ikinci yaz. tərsine. 22 ilə 11 ixtisar gedəndə burada 1 qalır. 1, 2, 2 qalır. Burada da 2. 2'ni 4'ə vuranda 8, 8, o da 7, 7. Bayaq kimi o da 1 1 tam 7'də 1. 7'də 1. Yoxdur ki sualımız. Aydındır. 5. Dəqiq, heç bir sualımız qalmadı. Vurulmazsan, bölünməzsən. Bilirdiniz, bilirəm onsuz da. Yenə də bəlkə sualınız olar. Yaxşı, gələk indi qarşılıqlı tərs ədədlərə. Məsələn, 5'in tərsi nədir? 5'te 1. 5'də 1. Ha, 5'də 1. 3'də 2'nin tərsi nədir? 2'de 3. 2'də 3. Şöyle bir şey deyim. Ümumiyyətlə, adi tam ədədlərində əslində kəsr xətt çəkib altına 1 yaza bilərsiniz. Bəli. Zaten 5'i 1'ə böləndə yenə 5 verəcəkdir sizə. Hissələr də altına xətt çəkib, ora 1 yazmaq olar. Problem yox. Deməli, oldu bu 1'də 5. Bəli. Və yaxud 2 tam 7'də 3'ün tərsi nədir? 7'də mən bir dənə düzdür. Onu əvvəlcə 17, düzgün olmayan kəsə gətir. Düzgün olmayan kəsə çevirik. 17'den doğru. 17'də 7. Abilə 17'de 7. 17'də 7. Hökmən gətirəcəksiniz sonra və qarşılıqlı tərs ədədlərin hasili həmişə 1'ə bərabərdir. 2 qarşılıqlı tərs ədəd vuranda həmişə bərabər. Çünki ixtisar gedir də. Tutaq ki 7'də 17'ni 17'də 7'yə vurursansa 17 17 ilə gedir, 7 7 ilə gedir. Deyə orada heç nə qalmır. Aydındır? Bəli. Yaxşı. Siz keçən onluq kəsirləri keçmisiniz, yoxsa onluq kəsir keçməmisiniz? Keçmişik. Seçmişik. Yaxşı. Dərsimiz nə olacaq? Adi kəsr. Dərsi oxuyacaqsınız. Deməli, kitabınızdan səhifə
Deyirəm orada qeyd edeyim. 24, 25, 26. Onluq kəsirlər başlayana qədər. Hə. Yəni onluq kəsirlər hələ bugün keçməyəcək. Sən də keçəcək. Ədədin hissəsinə görə ədədin tapılmasına qədər. Yox, səhifə 26. Aşağıda yazıb onluq kəsilən mərtəbələri və mərtəbə toplanmaları. Ədədin hissəsinin tapılmasını heç sizə deməmişəm. Elə yaxşı dedim, bax onu yadımdan çıxmışdı. Onu da deyib sonra. Yəqin ki, onu da keçmişsiniz. Keçmişik. Aha. Zeynəb Ant deyir. kəslər hər şey keçmişik. Hə, ədədin baxın. Ədədin hissəsini bil. Hə. Ədədin hissəsini tapmaq üçün müəllim Ha? ədədi məxrəcə bölüb surətə vururuq. Hissəsinə görə ədədi tapmaq üçün ədədi surətə vurub məxrəcə bölürük. Gəl belə Yox. eləyək. Tablarda Gəlin elə o. yazılmışdı. Ədədi kəsrə vururuq. Ədədin hissəsini tapanda. Aha. Hissəsinə görə ədəd tapanda ədədi kəsrə bölürük. Bax, sənin əsma tərifin əslində mənim daha çox xoşuma gəlir. Zeynəb, bu tərif məncə daha yadda qalan olur. Tutaq ki, 7-nin 5-də 2 hissəsini deyiriksə, deyirəm ki, 7-nin 5-dəki hissəsini tap. 7-ni vur 5-də 2. 7-ni vuracaq 5-də 2-yə. Onsa avtomatik olaraq sən surətə verib məxrəcə bölmüş olacaqsan da. 7 2-yə vurulacaq. 14, 5, bu deyəcək 2 tam Tam 5-də 4. 4. Düzdürmü? Hissəsinə görə də tapanda da bölün. 7 7-də 5-də 2 böl 5. böləcək, o da eləyəcək. Avtomatik olaraq sən bunu, Əsma bir dənə icazə ver. Avtomatik olaraq sən bunu 7 vurulsun 2-də 5 kimi yazacaqsan və 7-ni 5-ə vurmuş olacaqsan. Yəni nəticə etibarilə bunun məxrəcinə vurub surətinə bölmüş olacaqsan. Da düzdürmü? Zeynəb. Yəni 35 böl 2 o da eləyəcək 17 tam 2-də 1. Yəni bu tərif daha yaxşıdır. Ədədin hissəsini tapmaq üçün ədədi kəsrə vururuq. Hissəsinə görə ədəd tapmaq üçün ədədi kəsrə bölürük. Avtomatik o əməliyyat eləyəndə elə Zeynəbin dediyi çıxacaq ortaya. Yəni birincidə surətə vurub məxrəcə böləcəyik, ikincidə də məxrəcə vurub surətə böləcəyik. Yaxşı? Qaranlıq qalan bir şey yoxdur ki burada. Hə, məsələ hissəsinə tapşırığa gələndə. Deməli. Otuz 3-ə qədər tapşırıq yazırsınız, yaxşı? 33. 33-ə qədər. Səhifə 30. Ondan sonra müəllim, Yox. Misal 33 dənəsin. ondan sonra onluq gəlir. Onluq kəsirlər qalır, bəli, onluq kəsirlər gəlib izah edəcəm onu. Onların içində yenə kəsirlər var, amma artıq oradan da onluq kəsirlər çoxdur deyə oradan o tərəfini izah edirsiniz. Həm. Yaxşı. Yaxşı? Yaxşı. Bir də orada 29-cu suala baxın, elə qabağıma çıxdı. Yaza bilərsiniz özünüz birinci. Hə. Yazın görüm 29-u bir özünüz. 29. Səhifə 31-də 29-cu sual. Mən burada 3 nöqtə nədir? Yəni o 6-da 5, 6-da 5 sonsuz şəkildə gedir. Necə? 6-da 5, 6-da 5. Yəni onun üstündə yenə 5 üstə gələk 6-da 5 var. Onun üstündə yenə 5 üstə gələk 6-da 5 var. Bunun cavabı onda hara fırlasaq? 6 tam alınmayacaq. Hara fırlasaq. Baxın, mən görün, həll etməyə çalışın.
Deyirik kəsirlərin hər şeyini bilirik də baxın da. Hani bilirik. Dediğim diye. Sağ olsun. Çünkü Yəni baş... C deyirsən sən. Ha, şey doğru. Yoxsa yaxşı. Bu Z Zeynəb C. D deyirəm mən. Zeynəb D deyir. C. Hə sən də C deyirsən. 6-5 sonluq 6. Mənim C məndə. Sən də C deyirsən. Sonluq 6'da 5. İnsaf olabilir. Rübabə sən nə deyirsən? Mən belə başa düşmədim. Cevap ama D'di. Niye? D'dir. D'dı. D verebilir. Sizin dediyiniz cavab C variantı bu yazdığımdır. Düzdürmü? Aha. 5 tam 6'da 5. Dedim ki burada yazılmayan həmişə toplama işarəsi olur da. Onda siz bunun buradan bu tərəfindəki Altta heç 5. şeyi yox saymısınız. Nəyi? Üstte altta. Bunun hər şeyini burada yox saymısınız da belə çıxır ki. Yok. Ha. Bəli, bax. Çünki 5 tam 6'da 5 olması üçün buranı yox saymalısınız. Sıfıra bərabər etməlisiniz. Orada toplayıp bir tam edir. Bəli, ora toplaya bir tam edir. Çünki 6 tam 5 üstə gələk nəsə var. Üstünde bir. Yine 6 tam 5 üstə gələk nəsə var. 6 tam 6 tam deyirəm 6'da 5 üstə gələk nəsə var. Aydınmı? Yəni 6'da 6'ya yaxın bir şey var da orada. Bunu sən bu hissəni 6'da 6 kimi götürsən olacaq belə 5 üstə gələk 6 5 üstə gələk 6'da 6. 5 üstə gəl 6'da 5 üstə gələk 6'da 6'nı 1 kimi yaza bilərik. Bəli. Olacaq 5 üstə gəl 6'da 6. Yenə 6'da 6'nı 1 kimi götürsəz 6. 5 üstə gəl 1 yəni 6. Yəni bu axırda gəlib 1-ə hökmən çıxacaq da bu 6'da 5 üstə gələk 6'da 5 üstə gələk. O sənə 1 verəcək sonsuz sayda gəldiyinə görə. Mən 30'u tapdım mı? 30 taparsın. Yok. Bundan sonrasını başa sala bilərsiniz. Hansını? Məsələn, o 5 üstə gəl var ya, aşağıda bölmə. 30'u deyirsən? Yo, 29 elə. 29'u danışdım belə indi. Deyirəm mən, elə oranı deyirəm, təzədən. Təzədən başa salın. Bəli, misal. Bax. Bu sonsuz sayda belə gedir üst-üstə, düzdürmü? Bəli. Sən bu hissəsini sonsuz getdiyinə görə bunu 5 üstə gələk 1 kimi qəbul edib 6 kimi götürə bilərsən. Bəli. Bura oldu mu 6'da 6? Bəli. Yine 6'da 6'nı 1 götürsən 5 üstə gələk 1 yine 6'da 6 oldu mu bura? Bəli. Yine 5 üstə gələk 1 kimi götürsən burada 6'da 6 oldu mu? Bəli. Sonda yine bu 5 üstə gələk 6'da 6 oldu mu? Bəli. Yəni, ən sonunda sənə 5 üstə gələk 1'ə gəlib çıxacaq. Ona görə cavabı 6 kimi götürmək. Ha, başa düşdüm. Amma C variantı götürsəz 5 tam 6'da 5 götürsən. Deməli buradan sonra yazılan bunların hamısını 0'a bərabər götürsən. Amma 0'a bərabər deyil axı. Neyse, yəqin ki bu dəfə ev tapşırığınız asan olacaq. Bəli. Gələn dəfə cəmi 33 dənə test vermişəm. Bunu yazacaqsınız. Sonra tapşırığı da öyrənmək asan olacaq. Çünki bildiyiniz bir şeylərdir. Bir dəfə üstündən oxusaz bəhs edəcək. Gələn dəfə keçən dəfəki tapşırığımızı soruşacağım amma. Bugün artıq gecə oldu, yaxşı? Yaxşı. Kiminsə əlavə sualı varmı? Evet. Oldu, sağ olun. Sağ ol. Tamam.